Ümumiyyətlə insanlar işləməyə və dincəlməyə alışıblar. Çox işləyən insanlar işləyərək dincəlirlər əslində. Onlar üçün bayram günləri elə də sevindirici olmur. Çünki onlar daha çox zehni fəaliyyətdə olmaq, fiziki aktivlikdə qalmaq istəyirlər. Bir çox insanlar isə o qədər ağır yüklü işdə, məsul bir işdə çalışırlar ki, onlar istirahət günlərində çox xoşbəxt olurlar və istirahət günləri onların bütün idrak prosesləri passivləşir. Qeyd edim ki, aktiv olmur, passivləşir və onlar özlərini dincəlməkdə daha rahat hiss edirlər. Lakin müəyyən vaxtdan sonraki iş açılır, bayram günləri bitir, onlar iş gününə adaptasiya ola bilmirlər, çox çətinlik çəkirlər. Onlarda gərginlik olur, sinir sistemində problem olur, onlara ağır iş yüklənərsə, onlar bu məsuliyyətli işin öhdəsindən çox həvəssiz gəlirlər. Çünki adaptasiya prosesi çox çətinliklə keçir.